Hər vaxtınız xeyirli olsun əziz dostlar. Xoş görək hər birinizi. İşin adamı efirdədir. Baxmayaraq ki, hava biraz kəskindir bu dəqiqə, amma qəlbimizin hərarəti ilə sizi salamlayırıq. Mən Kamran Yaradan Quliyev. Həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsində yenidən mikrofon önündəyim və yenidən İşin Adamı ilə həmsöhbətik. Və ümumiyyətlə hər sahədə biz bildiririk ki, kaş ki Azərbaycanda maksimal dərəcədə nümunəvi, məsuliyyətli, işini sevərək icra edib də vətənə, millətə faydalı olasan ki, Azərbaycan üçün bu müsbət hərflərlə yazılmış olsun və bu yaxınlarda da məhz işinin adamlarından biri Azərbaycan səhiyyəsində illər uzunu fəaliyyət göstərən, layiqincə o səhiyyə nümayəndələrinin həmişə bir müqəddəs anı olur axı. Həmin anda sadiq qalan dəyərli insanlar mükafata layiq görülüblər. Onlardan da biri haqqında danışmaq istəyirəm. İstəyirəm efirdən təbrikimizi çatdıraq. Ümumiyyətlə daha detallı desəm, səhiyyə sahəsində növbəti dövlət təltifi təqdim olunub. Azərbaycan Respublikasında səhiyyə sahəsində uzun müddətli və səmərəli fəaliyyət göstərən tibb işçilərinin əməyinin qiymətləndirilməsi məqsədi ilə növbəti dövlət təltifi qeyd edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 yanvar 2026-cı il tarixli əmrdə əsasən Hicran xanım Xıdırova səhiyyə əlaçısı döş nişanı ilə təltif olunub və Hicran xanımın bu günə qədər uğurlu fəaliyyətində bir çox biz gözəl xəbərlər eşitmişik. Çünki məhz onun peşəkarcasına rəyi, müdaxiləsi nəticəsində bir çox insan bu gün də öz ailəsi ilə, doğmaları ilədir və simasına, çöhrəsinə də təbəssüm var. Təşəkkür edir və bir daha uğurlar, təbriklər. Biz isə davam edirik əziz dostlar. Azərbaycan iş adamlarını, biznesmenləri sevindirən şirkətlərdən biri Çekazdır. Niyə? Çünki biz xarakter etibarilə istər hədiyyəni, istər xoş günümüz, istər problemimizi son anda həll edən insanlarıq. Bax, qəbul edək də bunu. İndi istisnalar var təbii ki, amma belə olanda daha belə maraqlı olur sanki. Çekaz şirkəti də öz işinin keyfiyyətini bir yana qoysaq, həm də bu dəqiqə ən çox əziyyəti məhz sonradan və yaxud sifarişi gecikən müştərilərə fayda verməkdə görür. Çünki onların ən əsas qayəsi insanların köməyinə gəlməkdir. Şirkətin satış rəhbəri İsmail Babayev bizlə birlikdədir. Mən Azərbaycanda biznes sahəsində, məhz satış sahəsində ən çox pərəstiş etdiyimi deyim, azarkeşlik etdiyimi deyim, insanlardan biri məsələ İsmail bəydir. Ona görə də salamlayıram sizi. Mən də sizi salamlayıram, Kamran bəy və bütün dinləyicilərimizi salamlayıram. Belə qısa, konkret. Satış adamları sanki satış meydanında bir başqa cür olurlar, efirdə başqa cür olurlar, o deyir, evdə də başqa cür olurlar. Necədir işlər, əhval-ruhiyyə? Şükür, işlər qaydasındadır, biraz soyuqlar təsir göstərir, amma yollar bir o qədər də deməzdim çətindir. Sadəcə havanın soyuqluğu var və külək var təbii ki. Küləkli Bakıdır bu. Amma yaxşı ki, hər kəs demək olar ki, iş başındadır. Bir dənə uşaqlar məktəbə getməyib, yox, qoy evdə istirahət eləsin. Uşaqların ən sevindiyim məqamda axı. Bir dənə soyuq yağsaydı soyuq olsaydı getməzdik. Gəlin, həmişə biz Çekaz şirkətinin fəaliyyətindən danışanda qəbzlərdən ayrı danışırıq, barkod etiketlərindən ayrı danışırıq. Və nə qədər ki, bazarda lider mövqedə olan şirkətlərdənsiz, amma yenə də ehtiyac var. Biraz bizə maarifləndirici məlumatlar verin, hissələrə bölək. Qəbz haqqında nələri bilməliyik, kassa çek haqqında olsun, ribonlar olsun, qiymət kağızı və s. Bunları təsnifləşdirək və buyurun söz sizlər. Belə deyim, kassa çekləri, qəbzlər əsasən belə deyim, satışın əsasını bunlar təşkil edir. Bir növ kassa çekləri satışın sübutu kimi bilinir. Çünki müştərilər geri qaytarma olarkən və yaxud dəyişdirilmə zamanı çeki əllərində sübut kimi saxlayırlar. Və bu da müştərilərin, belə deyim, biznes sektorlarının müştərilər qarşısında məsuliyyətidir. Və müştərilər öz çeklərini tələb edirlər ki, hər zaman geri qaytarma olarkən və yaxud digər problemlər yaşanan zaman
əllərində bir sübut olsun. Hə, çox Məhsulu buradan vacibdir. almaq İstər lazımdır. bunun onlayn olsun, istər kağızlı variantı ilə olsun. Bəli, bəli. Belə deyim, Adi hər hansı bir o qurğular olur, hansı ki sən oradan kontur vurursan və ya ödəmə edirsən. Hətta bilirsən ki, hesabına pul gəldi, yenə də insan deyir ki, qoy çeki götürüm, qoy qəbzi götürüm. yəni hər ehtimal Birdən ola nə bilər. isə olsa əlimdə sübut Sübut olsun. bəli. O çox işə yarayır, çox lazımlı bir şeydir. Və bu qəbz məsələsinin də faydalı, faydasız məsələsi var, işə yarayan, yaramayanı var. Yəni qəbzdən seçən oğlanlar var Azərbaycanda. Bu gün də efirimiz məhz həmin işinin adamlarından biri olan İsmail Babayevlə davam edəcək. Qısa fasilədən sonra, əziz dostlar, biz reklam fasiləsinə ayrılırıq. İşinin adamı efirdədir. Dəyərli İsmail Babayevlə yenidən həmsöhbətik. Çek.az şirkətinin ümumiyyətlə bu günə qədər uğurlarında məncə elə pay sahiblərindən biridir. Niyə? Çünki mən şirkəti ilk olaraq rəhbərinə görə bəyənirəm. İkinci də komandasına görə bəyənirəm. Amma komanda düz belə yolun yolçusu olmayanda rəhbər bir müddətdən sonra şirkəti bağlamaq məcburiyyətində qalır. Düzdür, yolun gedişatında olur ki, sənin hər hansı bir çürük meyvələr olur. Bu bütün bizneslərdə var, olub, olacaq da bütün dünyada. Amma İsmail bəy kimi həqiqətən işini bilən dostlar olanda insan daha da könlü şad olur. Çünki rəhbər həm də sənin dostun olanda adam öz dostunun yerinə sevinir. Deməli, İsmail Babayev bu yaxınlarda da bizi sevindirəcək. Hələ o mövzuya qayıtmırıq. Bu bir anons olsun. Amma biz indi istiqamət barədə danışaq. Gəlin təsnifləşdirək, bir-bir sahələrə keçid alaq və bu sahələrdə bilməli olduğumuz nələr var İsmail bəy? Sizdən eşidək. Qəbzlərlə bağlı bilməli olduğumuz əsas məsələlərdən biri belə deyim, barkodların əsasən istifadə qaydalarıdır. Barkodlarda ribonlardan istifadə olunarkən daha effektiv nəticə əldə olunur və daha uzun müddətlilik qorunur, saxlanılır keyfiyyətdə. Və bu da belə deyim, müştərilərin biznes sektorlarının öz müştərilərinin narahatçılıq yaratmama səbəblərindən birinə gətirib çıxardır və necə deyim, standartlara uyğun bir xidmət həyata keçirir. Hər şirkətin qəbzlərlə bağlı və ya bu qəlibdən olan, bu xidmətlə bağlı, məhsullarla bağlı özlərinin standartları olur. Bəli, bəli. Bunları izləmək sizə nə qədər çətinlik yaradır? Bunları izləməyə o qədər də belə deyim, bizə çətinlik Yox, yaratmır, amma təmin etmək bəzən insanlar özləri nə istədiklərini bilmirlər. Bəzən və elə sektorlar olur. Deməyə qardaş. Bir Ürəyimi dağlama. Bir növ onlar çətinlik yaradır bəzən bizə. Çünki hansı məhsulu bunlara ehtiyac olduqlarını bəzən bilmirlər. Hansı məhsuldan istifadə edəcəklərini, hansı məhsul bunlar üçün daha əlverişli olacağını və zaman-zaman belə deyim, işlədikcə həmin müştəri ilə bir dəfə, iki dəfə artıq üçüncü belə deyim, satış mərhələdən sonra bilirsən də artıq istər-istəməz həm özləri belə deyim, o iş üzrə professionallaşırlar. Bilirlər nəyə ehtiyacları olduğunu və biz də onların nə istədiklərini artıq anlamağa çalışırıq. Daha dünən sizin işiniz vaxtınız çatmaqdan daha çox maarifləndirməyə gedir ki, yol göstərməyə. Bir növ elə deyək. Çünki bəzən yeni açılmış bir sahibkarlıq olsun, yeni açılmış bir restoran olsun. Yəni insanlar nə istifadə edəcəklərini, hansı məhsulun bunlar üçün daha keyfiyyətli olacağını bəzən başa düşmürlər. Ümumiyyətlə bu məhsullarımızın ən çox istifadə olunduğu sahələr hər halda marketlərdir də, düzdür? Bəli, marketlərdir, restoranlardır, iaş obyektləridir. Belə deyim də, xidmət və ticarət olaraq satış həyata keçirən bütün iaş obyektləri olsun, marketlər olsun bizim bir növ partnyorumuzdur. Çünki biz onlarla daha çox işləyirik. Logistika sahələri olsun, anbarları olsun, mağazalar olsun. Bir də sizin özünüzün iri bir maşınınız da var, sürətlə çatdırmaq üçün, düzdür? Əraziyə bölünür. Bəli, ərazilərə bölünür və sürücülərlə mümkün qədər tez bir zamanda çatdırmağa çalışırıq sifarişi. Çünki siz efirin öncəsində də xatırlatdınız, müştərilər son anda bizə müraciət edirlər.
O var. Ən çox bilirəm ki, sizin işə mənfi təsir edən tərəflərdən biri budur. Bəli, Və düşünürəm arada ki, siz bu qədər işi bu gərginliklə çatdırırsınız. Bir də düşünün ki, bütün müştərilər hamısı vaxtında təsəvvür elə öncədən 1 həftə əvvəl, lap 3 gün əvvəl. 3 gün əvvəl. Desək ki, məsələn, məsələn, ehtiyac yoxdur. 1 gün əvvəl sifarişləri versələr. İsmail bəy 3 günə, 1 gündən sonra bitəcək. Bitəcəyi gözlənilir. Ta ki o sonuncu qəbz olur. Onda görün necə siz daha çox hətta istədiyiniz müştərilərə də siz xidmət verə bilərsiniz. Ümumiyyətlə, mən bəzən nəyə görürəm? Deyirəm ki, bizneslə məşğul olan dostlara qanunvericiliklə onlar qəbz verirlər. Gözəl. Mən soruşuram ki, keyfiyyətinə necə nəzarət edirsiniz? Yəni keyfiyyətlidir, keyfiyyətsizdir və belə bir reaksiyanı çox tez-tez ki, qardaş nə edirsən keyfiyyətini? Əsas odur ki, mən onu təqdim edeyim. Siz nə düşünürsünüz? Elə keyfiyyətə nəzarət etməsələr yaxşıdır, yoxsa çox vacibdir? Bunun aslında çox vacib bir element, belə deyim də, keyfiyyət müştərinin geri qaytarma zamanı bayaq da qeyd etdim. Bu əlində çek sübut kimidir və burada düzgün oxunma olmadıqda, düzgün çap həyata keçmədikdə müştəri ilə belə deyim, sahibkar arasında bir insident yaşana bilər bununla bağlı və digər tərəfdən də qanunvericilik tərəfdən götürsək, atsot zamanı vergi orqanları ilə sahibkar arasında problem yaşana bilər bununla bağlı. Və bunun keyfiyyətli olması sahibkarın, hər tərəfli sahibkarın xeyrinədir. Olub, belə bir hadisə olub. Belə bir hadisə olub, dəfələrlə vergi ilə bağlı da. İndi bunlar da nəzarət etməlidir axı. Olub və cərimə üzləşiblər. Və plus kassa çeklərin kənara qoyduqda digər barkod etiketlərində məsəl üçün barkod etiketləri məhsulların ambarda sayılması üçün, satışın belə deyim, sürətli həyata keçirilməsi üçün ehtiyac olan etiketlərdən biridir. Bu barkod etiketlər bütün sahədə eynidir. Demək olar aşağı-yuxarı, amma fərqli yaradır. Bəzən elə xidmət sahələri, elə sektorlar var ki, bunlar üçün fərqlidir. Bir də barkodun özünə məxsus işləmə mexanizmi var. Hansı ki, cəmiyyətdə bunu bilmirlər. Biz barkodu başqa tanımışıq. Bu necə olur? Bu necə çalışır barkod? Barkod belə deyim də, barkodun işləmə mexanizması ambarda hal-hazırda böyük ticarət müəssisələri artıq barkod etiketi yapışdırılmamış məhsulları qəbul etmir. Və bunlar da ambarda sayımın, belə deyim, satışın tezləşdirilməsi üçün və plus olaraq belə deyim, stokda məhsulun görünməsi üçün, stokda məhsulun sayılması üçün önəmli olan ən vacib məhsullardan biridir barkod. Çünki satışı həyata keçirmək üçün birinci növbədə o sistem düz qurulmalıdır barkodla bağlı. O olmadıqda satışı düzgün həyata keçirmək məncə mümkün deyil və bu satışı ləngidir. Bir baxana məntiqlə, hə. Və bir dənə var ki, orada sistemi düz qurun, satışınız getsin də. Yox. Bu belə baha bir məsələ deyil, baha başa gələn deyil, yox? Bəli, elə də belə deyim, ilkin variantda işlərini düzgün qursalar əslində bunlar üçün daha rahat olacaq və daha əlverişli olacaq. Sonradan o 2 qat belə deyim, ziyana düşmürlər. Bir də ki, əziz dostlar, bir məqamı mən nəzərinizə çatdırım ki, Check.az şirkəti Azərbaycanda artıq 10 ildən çoxdur fəaliyyət göstərir. Onların yalnız, yəni biz kassa çeki və yaxud barkod etiketi olsa bu tərəfdən tanımırıq. Digər sahələr də var sizdə. Tip sahəsinə uyğun başqa bir xidmətləriniz var, qeyri-tip sahəsində. Onlar hansılardır? Bu dəqiqə mən əminəm elə dinləyici var ki, bir sizdən faydalanmaq istəyər. Var, tip sayəsində belə deyim, UZI kağızlarının UZI kağızları da var hal-hazırda bizim. Onlar da Çindən gəlir? Bəli. Bu tip sayəsində daha çox istifadə olunan və yayğın istifadə olunan UZI kağızlardır və laboratoriyada istifadə olunan barkodlardır. Hansı ki analizlər götürülən zaman laboratoriyada barkodlarla qeyd olunur
bir analizlər və həmin barkodlar analizlərin üzərinə yapışdırılır. Yəqin ki, özünüz də şahid olmusunuz. Orada da çox ciddi bir sistem var. Dostlar, mən efirimizin sponsorlarından danışmaq istəyirəm. Ona görə də xahiş edirəm ki, proqramımızda sponsor olan şirkətlərin fəaliyyətinə bir nəzər yetirin. Çünki həm dinləyicilərə, həm inşallah da bizi izləyənlər də olur. Sosial şəbəkələr çünki aktivik və həm də bizim digər sahibkar yoldaşlara faydası olan şirkətlərin əməkdaşlığımız var. Başlayaq. Sponsor məlumatı. PM Legal şirkətindən danışaq. Bəzən sahibkarlar deyir ki, bizim bu işlərdən başımız çıxır. Amma qanun dəyişir, qaydalar yenilənir, məsuliyyət isə həmişə şirkətin üzərində qalır dostlar. PM Legalın üstünlüyü də bax elə buradadır. Arxa planda çevik, hüquqi komanda qanunvericilikdəki dəyişiklikləri anında izləyir. Ön planda isə təcrübəli vəkillər prosesi idarə edirlər. Möhtəşəm sistemdir. İndi zəng edin, pulsuz konsultasiya və hüquqi check-up üçün onlayn görüş alın. Əlaqə nömrəsi 099 884 0000. Təşəkkürlər. N-Advertdən danışaq. Reklam sadəcə ümumiyyətlə görünmək deyil, seçilməkdir. N-Advert fərqləmək istəyən brendlərin doğru ünvanıdır. N-Advert 2011-ci ildə təsis edilib. 2000 kvadrat metrlik istehsal sahəsi 65-dən çox əməkdaşı olan şirkət UV çap avadanlıqlarının da biz başda olmaqla A-dan Z-yə həmçinin dünyada Green Guard Gold sertifikatına malik olan şirkətlərdəndir. Sərgilərdə yaxınlaşır qarşıdan 055 515 75 15 həmçinin 012 565 59 60 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Şirkətin rəhbəri inşallah biz Namiq müəllimdə dəvət edəcəyik. Həmçinin piramida reklamdan danışaq. Hər şey bir işıq zərrəsindən başlayır. Biz o zərrəni brendinizin ən parlaq hekayəsinə çeviririk deyir piramida. Dinamik görüntülər, rəngarənglik, ən dəqiq ötürülməsi sayəsində hər pikseldə gözlənən mükəmməllik. LED monitor həllərimizdə brendimizi sadəcə görünər hala gətirmir, şəhərin ritmində də parlaqlıq yaradır. 055 250 01 61 onların əlaqə nömrəsidir. Estet Engineering isə Azərbaycanda enerji həllərində etibarlılığın sinonim olaraq tanınır. Bir çox dünya markaların Azərbaycanda rəsmi nümayəndəsidir. Əlaqə nömrəsi 051 205 45 45-dir. Təşəkkürlər. Əziz dostlar, biz efirimizi davam etdiririk. Bir daha nəzərinizə çatdıraq ki, ÇK şirkətinin satış rəhbəri İsmail Babayev bizlə birlikdədir. Bir daha onu salamlayıram. İsmail bəy, yeni qoşulanlar var bir mənalı olaraq. Özdə bugün havalar soyuqdur deyə biləm çox adam daha tez evə getməyə tələsir. Mənim xahişim olacaq ki, şirkətin fəaliyyətində olan biraz təsnifləşdirək. Hansı sahələrdə var xidmətiniz və bunların ən bilməli olduğunuz tərəfləri nələrdir? Mən də yeni qoşulan dinləyicilərimizi salamlayıram. Şirkətimiz belə deyim də, şirkətin əsas fəaliyyət növü bütün xidmət satan və ya belə deyim, məhsul satan digər marketlər olsun, apteklər olsun, restoranlar olsun, yaşayış obyektləri olsun, anbarlar, logistika şirkətləri və sizin də qeyd etdiyiniz kimi tibbi müəssisələr olsun. Və biz bunlar üçün etiketlərlə bağlı, barkodlarla bağlı bütün belə deyim problemləri aradan qaldıracaq məhsulları təklif edirik. Və qeyd etdiyim kimi keyfiyyətli məhsulları təklif edirik. Bu keyfiyyəti biz hardan bilə bilirik? Siz bildiniz, bəs biz? Keyfiyyəti məhsulun belə deyim çap zamanı ələ götürdə silinməməsindən və necə deyim məhsulun yumşaq olmamasından. Bəli, və yazıların oxunaqlı olmasından və bunlar olmadığı halda müştəri ilə sahibkar arasında istər-istəməz bir qarşıdurma yaranır. Və İstər-istəməz müştəri narazılığını gətirib çıxardır. Bu da sahibkarın heç işinə yaramır. Çünki müştəri bir dəfə narazılıq etdikdə, iki dəfə narazılıq etdikdə, üçüncüdə artıq həmin müəssisədən, həmin belə deyim, obyektdən, həmin restorandan artıq xidmət olsun, getmir. Heç bir xidməti almır. Yəni heç ağlımıza gəlməsə belə, bu bizim müştəri itkimizə gətirib çıxara bilər. Bəli, əlbəttə ki. Çünki müştəri real söhbətdir bu. Müştəri çeki sübut kimi görür və onu bir etibarlılıq kimi görür. Özünü necə deyim, həmin
xidməti alır və bu xidmətə ödədiyi qəbzi orada sübut kimi əlində saxlamaq istəyir. Hər hansısa bir problem yaşandığı zaman, geri qaytarma olduğu zaman və yaxud dəyişdirilmə prosesi olduğu zaman bunu geri qaytararkən sübut etmək üçün müştərinin əlində olan yalnız və yalnız bu çek. Doğru nələ deyək. Görürsüz, heç baxdığımız ama görmədiyimiz sahədir. Amma siz əgər bu sahəni tutmusunuzsa, əhsən də, yəni sizə heç ağlımıza gəlməz, amma siz bura bir nəzər yetirirsiniz. Bir də sizin şirkət olaraq golf karlar gəlir. Bəli, bəli. Fayton Baku. Fayton Baku. Xeyirli olsun. Nə vaxt gələcək onlar? İnşallah bu ayın sonuna nəzərdə tuturuq. Bu ayın sonu üçün avtomobillərimiz artıq Bakıda olacaq. Üzü yaya gedir yazır. Yaxşı vaxtda sifariş Bəli, eləmisiniz. bəli. Artıq belə deyim, necə deyim, golf maşınları ilə bağlı maraqlananlar var. Artıq çünki sezon açılır deyə, sezonun açılmasına 1-2 ay qaldı deyə artıq otellər olsun, turizm obyektləri olsun, istirahət mərkəzləri olsun, Qısa fasilədən sonra eşidirik dostlar. İşinin adamı efirdədir. İsmail Babayevi salamlayıram. Çünki ÇK şirkətinin satış müdürü olaraq İsmail bəy yetəri qədər bu sahənin bilicilərindəndir. Xoş gördük bir daha. Mən də salamlayıram bütün dinləyicilərimizi efir vasitəsilə. Əziz dostlar, mən Kamran Yaradanquliyev, həftə içi 5 gün yayımlanan Dalğa FM-də 92.5 dalğasında biz həmişə çalışırıq ki, işin adamlarını dəvət edək və onların sahələrindən maraqlı məlumatları əldə edək. Deməli, qiymət kağızından danışaq. Bax, bir qiymət kağızı məhsulun satışına nə qədər təsir edir? Qiymət kağızları məhsulun satışına birbaşa təsir edən nüanslardan birbaşa. Bəli. Çünki qiymət kağızında aydın yazılma və oxunaqlı qiymətin oxunaqlı yazılmağı mütləq vacibdir. Çünki qiymət kağızı belə deyim, olmadıqda hansısa özümüzdən götürək belə hər hansısa bir marketə girdik və bu marketdə bir məhsul aldığımız zaman məhsula baxırıq, çeşidli məhsullar var və çeşidli qiymətlərdir. Və bu qiymət kağızında aydın qiymətini bunun görmədikdə məhsulu almırıq. Məhsuldan belə deyim, yan keçirik. Və bu qiymət kağızı olduğu zaman qiymət kağızı məhsulun birbaşa belə deyim təmiz satışı deməkdir. O qədər olub ki, mən bir məhsulu bəyənmişəm, rəfdə qiyməti görmüşəm, amma o qiymət böyükdür deyə biraz keyfiyyətli, keyfiyyətsiz məsələsi gözə dəymir. Amma digər informasiya var. Görün məsələn bu məhsulun üzərindəki yazı ilə uyğundurmu? Çünki olur marketlərdə, kassa ilə, rəflərdə başqa qiymət çıxır. Tamam başqa qiymət. Onun o qədər keyfiyyətsiz variantını görmüşəm, hövsələm daralıb oxumamışam. Amma nə qədər özü marketin ortasına görə əyilib baxmaq olar rəfin qabağına. Bu sizin dediyiniz bayaq mənim qeyd etdiyim bu keyfiyyət məsələsinə gəlib çıxır. Məhsul nə qədər keyfiyyətli olarsa, həmin yazı o qədər oxunaqlı olur. Və nəticədə olur almıram. Bəli. Keyfiyyətsiz məhsulun, keyfiyyətsiz belə deyim qəbzlərdən, qiymət kağızlarına istifadə satışı birbaşa təsir eləyir. Bu satış demişkən, ümumiyyətlə hansı zəruri məlumatlar olmalıdır qiymət kağızlarında? Qiymət kağızlarında məhsulun adı mütləq olmalıdır. Məhsulun çəkisi, qiyməti və belə deyim, əgər olarsa barkod etiketi, belə deyim, barkod olsun üstündə məhsulun. Və bunlar mütləq olmalıdır. Qiymətdir, addır, çəkidir. Bir də endirimlər tez-tez olur. Bunun xüsusi bir düsturu varmı? Bax, o qiymət kağızlarında olmalıdır. Xüsusi düsturu belə deyim. Endirimlər bəzən hal-hazırda bizdə qiymət kağızları endirimlərdə daha çox sarı qiymət kağızlarından istifadə olunur rəng olaraq. Və qiymət kağızlarının endirimdə olduqda köhnə qiymət yazılır. Köhnə qiymətin üstündən xətt çəkilir və böyük hərflərlə, böyük rəqəmlərlə yeni qiymət qeyd olunur. Aydındır. Əziz dostlar, efirimizdə qısa fasilə var, sonra eşidiləcək. Mən bir daha, əziz dostlar, işin adamını salamlayıram. Efirimizdə İsmail Babayev bizdən birlikdədir. Mən Kamran Yaradanquliyev, hər kəsə salam olsun demək niyyətindəyəm. Həftəni
iş günləri çərçivəsində desək, yarılamışıq. Bu gün 3-cü gündür və bu gün ümumiyyətlə havadandımı, bilmirəm, insanlarda bir qəribə bir yorğunluq var ya da biraz hər kəsdə bir enerji gördüm birinci, ikinci gün. Kimə baxıram, biri əsnəyir, biri yatmaq istəyir. Deməli, birinci, ikinci gün bir çox insan belə aktiv işlədir. Bir elə bəhanə olsun bu havanın şəraiti də. Amma biz dayanmamalıyıq. Əhval-ruhiyyə, biznesdə bir yaxşı söz eşitmişəm deyir. Motivasiya gəldi gedər, amma nizam-intizam qalıcıdır. Siz satış menecerlərinin demək olar ki, yox olduğu bir vaxtda, tapılmayan vaxtında filmdə desək, bu satışı necə sevmisiniz, necə idarə edirsiniz, necə yetişdirirsiniz, tapa bilirsinizmi adam yetişdirməyə? Satışda adam tapmaq, belə deyim, biraz satışa marağı olan insanlar tapmaq çətindir. Necə çətindir? Yəni insanlarla işləməyi bacarmaq biraz. Satış elədir ki, birbaşa insan ünsiyyəti mütləq vacibdir. Yəni burada ünsiyyəti sevmək, insanlarla ünsiyyət yaratmağı bacarmaq, bu işi sevmək lazımdır ki, satış belə deyim, bəlkə də ən gözəl sahələrdən biridir. Qəşəngdir. Siz ünsiyyətçilsiniz sizcə? Mən çox sakit adamsınız, siz. Hətta elmi desəm belə bir introvertsiz mənə görə. Ola bilər bəlkə də bu efir ünsiyyətində sakitçilik kənarda ola bilər, amma satış ünsiyyəti tamam başqa bir şeydir. Orada belə dəyişir. Bəli. Sizin komandada ümumiyyətlə elə İlqar müəllim də məsələn çox sakit təbiətlidir. Orada düşünürəm ki, necə satış eləyib ki, əslində satışda ünsiyyət deməyim, ünsiyyət də önəmlidir, amma bir növ manipulyasiya daha önəmlidir satışda. Sizin axı ehtiyacınız yoxdur manipulyasiyaya. Satış üçün manipulyasiya ehtiyac olunan bir şeydir məncə. Yəni onsuz da sizdə məhsul gedir də. Xeyr, məhsul cəhətdən deyil, ümumiyyətlə satışı nəzərdə tuturam mən. Yəni ehtiyac olan sahədir, ona görə deyirəm. Yox, mən bizim belə deyim sahəyə tam vurğulamadım onu. Mən ümumi satış cəhətdən vurğuladım ki, manipulyasiya daha önə çıxır burada. Aydındır. Ümumiyyətlə Azərbaycandakı indiki dövrdə satış sahəsində günü-gündən bir söz var, deyir, ver yeyim, ört yatım. Belə rahat satış nümayəndələri çoxdur. 90%. Bəli. Üzü hara gedir bu sahə? Bu sahə üzü bilmirəm, bəzən çox vaxt marketinqin üzərinə atırlar bunu, bəzən digər sahələrə, amma bu marketinq və satış hamısı 50-nin 50-yə çalışmalıdır, belə deyim. Hər kəs bir qoldan işləməyə bacarmalıdır ki, bu nəticə əldə olunsun. Bir mütəxəssis olaraq sizə sual verim. Saday Alverdiyev və Sarvan Aslanovun, deməli, Saday bəy həmişə marketinqin tərəfində dayanır. Sarvan bəy deyir satış. Və ondan həmişə tamaşaçıya, dinləyici, auditoriya verir bir sualı var. Sizcə marketinq satışı döyər, yoxsa satış marketinqi döyər? Siz nə düşünürsünüz? Mən düşünürəm bunların hər ikisinin önəmi var biznes cəhətdən. Yaxşı, biri də bir xalla. Bir xalla satış. Mən Nazən xanım, hər efirdə bu sualı verək, göndərərik bizim Sarvan bəylə, Saday bəyə. Hələ ki 1-0 satış odur. Amma öz aramızda qalsın, mən də satışın tərəfdarıyam. Yəni satış tərəfdənəm. Satışın özü belə bir marketinqdir. Marketinqə əməli satış tərəfə aparır. Yəni Allahdan necə deyirsə elə olsun. Hörmətli dostlar, efirimizin son dəqiqələrindən çatırıq. Mən istəyirəm ki, dəqiqə sona qədər İsmail bəyi efirimizdə saxlamayım. Çünki o da bu dəqiqə bilən paralel mənlə danışa-danışa beynində fikirləşir. Hansı yolla çıxsam, ora tıxac olmaz ya da burada qar olmaz. Burada görəsən sürüşmə varmı? Yox. Nə də olsa Bakıya məncə bu soyuq hava da yaraşır. Sonda hansı məlumatı bildirmək istəyirsiniz? Sonda hansı məlumatı bildirsiniz? Sonda belə deyim, bizim partnyorlarımı deyim, sahibkarlarımı deyim, bildirmək istədiyim odur ki, əməkdaşlıq etdikləri zaman düzgün şirkət seçməklərini və keyfiyyətli məhsullardan istifadə etməklərini. Bu yazıq cəmiyyət hardan bilsin ki, düzgün şirkət kimi? Belə deyim, bunu bilmək üçün
məhsulu alıb test etmək daha O testi necə Düzdür. bilsinlər? testi belə deyim ki, etiketləri alıb çap etdikdə, bir neçə etiketi artıq çapa göndərdikdə məhsulun keyfiyyəti artıq göz önündə olur. Elə dəllallar var ki, bu keyfiyyətsiz məhsulu insana elə inandırır ki, deyir ki, sən əslində qarşı tərəfə deyir ki, bu keyfiyyətsiz deyil. Əslində ən keyfiyyətlisi budur. Yox, sən bilmirsən. İnandıranlar var. Var, inandıranlar Danışın da, var. bax bunları deyin cəmaətin qoy. İnandıranlar daha var da çox buna, məlumat amma olsun. belə deyim, yəni insanlar zaten özü istifadə etdikdən sonra bunu sahibkarlar olsun, belə deyim, hər hansısa bir şirkətin əməkdaşı olsun, bu məhsulu istifadə etdikdən sonra artıq məhsulun keyfiyyətinə bir neçə dəfədən sonra artıq bələd olur. Və məhsul keyfiyyətsiz olduqda onlar da əziyyət çəkir və necə deyim, bəzən qiymətə baxıb aldanırlar, bəzən çeşidə baxıb aldanırlar. Olur elə. Hə, daha çox da bu qiymət tərəfdən özünü göstərir. Çünki biraz aşağı qiymətlərə daha keyfiyyətsiz məhsullar təklif edirlər və sahibkarlar da bir növ necə deyim, öz Onlara xoş gəlir. rasxodlarını aşağı salmaq üçün, xərclərini endirmək üçün deyirlər, hə, bu məhsuldan alaq, qiymət bu daha münasibdir, amma düşünmürlər ki, burada bir neçə etiket ziyana getdikdən sonra keyfiyyətsiz çıxdıqda bu artıq bunun ziyanıdır və bunlar bunu hesablamır. Və bu belə deyim, həmin o 2-3 qəpik bizdən aşağı aldığını düşündüyü məhsul artıq gəlib bir neçə qəpik bizim qiymətlərin üstündə olur, keyfiyyətli məhsulların qiymətinin üstündə olur. Biraz alıcılar məncə şərait yaratmalıdır ki, məhsul satan və ya xidmət satan insanlar bir növ arqumentlərini təqdim etsinlər. Çünki satış menecerləri həmişə elə bir arqumentlər istifadə edirlər ki, bu arqumentlər öncədən düşünürlər və o yalnız fayda üzərində qurulan mövzulardır. Hətta özümüz belə oradan maariflənə bilərik. Təşəkkür edirəm. Minnətdaram. Mən sizə təşəkkür edirəm və sizin həmişə uğurlu olacağınıza çox inanıram. Çox sağ olun. Minnətdaram. Təşəkkürlər İsmail Babayev bizlə birlikdədir, ÇK şirkətinin satış rəhbəri. Hörmətli dostlar, mən Kamran Yaradanquliyevin təqdimatında biz bu gün həftənin 3-cü günü, fevral ayının hətta belə deyim, fevralın 4-ü, həftənin 3-cü günü, ilin 2-ci ayında salamladım sizi və indi isə sağollaşmaq vaxtıdır. Sabah inşallah yenidən görüşəcəyik. Hər efirdə olduğu kimi mən Kamran Yaradanquliyev sizə bir arzum var. Hər kəsə zehni hüzur arzu edirəm.